Mən bugün sabit qədəm olmaq üçün, möhkəm olmaq üçün, yolumu azmamaq üçün nə etməliyəm? Qardaşlar, o çətinliyə düşdüyünə, gördün sənə vəsvəsə olur. Az qalıb ayağın büdrəsin, Allahı unutma, Allahı yad elə. Qur'an-ı Kərimdə, Ənfal surəsində 45-ci ayədə Allah Teala belə buyurur. Ya eyyuhəllədinə amenu. Ey möminlər, ey iman gətirənlər. İzə ləqitum fiətən fəthbutu vəzkurullaha kəsirən ləalləkum tuflihun. Bir dəstə ilə qarşılaşarkən, müharibədə düşmən ordusu ilə üz-üzə qalarkən sabit olun. Nə olun? Möhkəm olun. Sonra Allah gör nə deyir? Allahı çox yad edin. Allahı çox yad edin. Həmin vaxtda Allahı unutma, Allah məni görür. Günahla üz-üzə qalanda Allah məni görür. Allahı yad eləməsin. Həmin vaxtda o sənə başqa vəsvəsə edir axı. Səni azdırmaq istəyir, səni sındırmaq istəyir, əzmək istəyir. Sən həmin vaxtda denə Allahu Əkbər denən. Quran deyir, düşmənlə üz-üzə qaldın, sabit ol, Allahı yad elə.